Bakıya, Leysan rayonları isə qar yağacaq. Gündəlik xəbərin efirində 14 dekabr tarixidir və dekabrın 15-nə olan hava haqqında məlumatını Milli Hidrometeorologiya Xidməti açıqlayıb. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında havanın bəzi yerlərdə arabir yağıntılı olacağı, gündüz yarımadanın bəzi yerlərində qısa müddətli leysan xarakterli olacağı ehtimal edilir. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz isə 5-7 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın bölgələrinə gəlincə rayonlarda da hava şəraiti yağmursuz olacaq, lakin gecə və səhər bəzi şərq rayonlarında arabir yağıntılı olacağı, axşam isə dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz isə 7-10 dərəcə isti olacağı proqnozlaşdırılır. Dağlarda isə gecə 0-5 dərəcə şaxta, gündüz isə 2-7 dərəcə isti olacaq. Qeyd eləyək ki, gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlaması ehtimalı var. Odur ki, diqqətli olun.